Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün Azərsunun Qurban Bayramında işçilərə verdiyi bayram sovqatını çəkib sizlərlə paylaşıram. Gəlin açaq, görək içərisində nələr var. Əvvəlcədən videomu bəyənib yorum yazmaq unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Bir ədəd 1 litrlik final qarğıdalı yağı, bir ədəd 1 litrlik süt, daha sonra acılı pomidor sosu, bir banka, belə bir yer fıstığı qovrulmuş. Bir kutu 1 kilogramlıq sultan basmati düyüsü, bir ədəd şoki makina şokolad yağı, bir kutu final çayı, bir ədəd belə çox kiçik bir İlk dəfədir belə bir qab yuyma mayası görürüm. Və 6 ədəd əl yuma sabunu. Daha sonra bir paçka salfetka. Belə ikili albeni və bu da belə Ülker'in böyle jelibonu. Kutudakiler bunlar idi. Videonu sona kadar izlediğiniz için her birinize teşekkür ederim. Hələlik.